Yasamal rayonu Haqverdiyev küçəsi bir ünvanında yerləşən 16 mərtəbəli binada istilik sisteminin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. Vətəndaşlar deyir ki, bina 30 ildən artıqdır ki, qazlaşdırılmayıb. Qarşıdan qış günlərinin gəlməsi isə sakinləri çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Daha ətraflı isə əməkdaşımız Mürvət Zalikioğlu bizə məlumat verəcək. Salam Mürvət, hər vaxtınız xeyir. Salam Nərmin, hər vaxtın xeyir olsun. Sizi və tamaşaçılarımızı salamlayıram. Bəli, biz hazırda Yasamal rayonu Haqverdiyev bir ünvandayıq. Bəli, ərazidə 16 mərtəbəli bir bina var. Bina tikilib 30 ildən çoxdur, 40 ilə yaxındır. Amma bu illər ərzində binaya istilik xətti çəkilməyib. Belə deyək də, qaz xətti yoxdur. Azərİstilik tərəfindən istilik sistemi quraşdırılmayıb və vətəndaşlar çox çarəsizdir, əziyyət çəkirlər. Xüsusən qış aylarında evi qızdırmaq çox çətindir və məcburdurlar ki, elektrikdən istifadə etsinlər ki, və bu da çox böyük xərc tələb edir. Və vətəndaşlar deyir ki, indi yaydır, hər şey qaydasındadır, amma qarşıdan qış gəlir, növbəti qış gəlir və qış da gələn kimi insanların problemi artır, dərdi səri artır. Və bu illər ərzində hər yerə deyiblər, bütün qurumlara deyiblər və həmin o qurumların, aidiyyatı qurumların əməkdaşları ərazidə olublar, gəliblər, gediblər, yazıblar, pozublar, amma bir fayda yoxdur, köhnə amam, köhnə tas. Və vətəndaşlar məcburdur və deyirlər ki, bu illər ərzində dəfələrlə digər televiziyaları, elə Baku TV-nin özünü də bura çağırıblar, problemi işıqlandırıblar, aidiyyatı qurumlara çatdırıblar, amma bir tədbir görülməyib. Və bu dəfə yenə də çarəsizlər və deyirlər ki, Baku TV gəlsin, çəksin, göstərsin və biz də gəlmişik vətəndaşların dərdinə şərik olaraq problemi çəkək, göstərək, görək bu problem niyə həll olmur. Vətəndaşların özünü dinləyək, zəhmət olmasa Turan bura. Salam, hər vaxtınız xeyir olsun. Özünüzü bir təqdim edin. Həşimov, Həşimov. Neçə ildir burada yaşayırsınız və yaxud da bu bina nə vaxt tikilib, dəqiq tarix? Düz mən 30 ilə yaxın yaşayıram burada. Gələn gündən, yaşadığım gündən mən burada istilik görməmişəm. Biz qonşuların da xəbəri yoxdur, burada lazım. Qış gəldi, elə bir ki, hamı evində kvartirant qalır. 450-500 mal, məsələn, mən 2 otaqlı ödəyəm, 350 mal deyəcəm, 400 mal deyəcəm, hələ işıq pul, hələ qaz balon işlədirəm. O da təhlükəlidir, bilirsiniz. Əlbəttə ki, təhlükəlidir, mən işlətirəm də indi. Yəqin ki, bu ildən işlətməyəcəm. Yəni deyirsiniz ki, elektrikə verirsiniz ki, aylıq ödəniş 350-400 manata. Deyirəm, kvartirant qalır da camaat öz evində. 500 manat pul verən var. Məcbursunuz da, nə yiyəsiz? Mütləq. Ev qızmalıdır, yaşayışlar. Ev qızmalı, özü də qızmırdı. Elə nə ilə qızmalı? Sənin evin istəyir, o birisinin evi soğuk.